Salam kanalımın əziz, dəyərli xanımlar, necəsiz? İnşallah ki, yaxşı olarsınız. Bu hardasa bu çəkiliş Məbəs bayramına aiddir. Səhər-səhər çəkilişdən də, amma hal-hazırda martın 5-i mən bu videonu editləyirəm hal-hazırda. Səhər-səhər bir yaşlı səhər menüsü olaraq oğluma, 1 yaş yarımlıq oğluma Herkules bişirirəm, Herkules kaşası. Hardasa 2 stəkan südə 3 xörək qaşığı Herkules tökürəm. Nə çox qatı olmur, nə çox duru olmur. Yaxşı bir halda olur yəni. Mənim oğlum xoşlayır, yeyir, sevir yəni. Deməli xanımlar, bu gün anamgilə dəvətliyik. Məbəs bayramına. Oradan da çəkilişlər etmişəm sizin üçün. Birazdan görəcəksiniz zaten. Sadəcə hələ evdəyəm. Uşağa bir oğluma Herkules bişirmişəm. Digərlərinə yumurtalı çörək eləmişəm. Onları da çəkmişəm. Əlimdən gəldiyi qədər çəkməyə çalışmışam yəni. Sadəcə xanımlar, bu gün bir mövzu haqqında danışmaq istəyirəm. Evimdə həyat ailəsi olaraq. Bir izləyicim yazıb ki, hicabı keçmək istəyirəm, amma qorxuram, birdən sonra açaram, çünki indi biraz açıq geyinirəm yazıb. Baxın, bu sual əslində minlərcə xanımın qəlbində olan bir sualdır. Gəlin bu mövzu haqqında bugün biraz danışaq. Mən nə din alimi deyiləm, nə ilahiyyatçı deyiləm, sadəcə öz fikrimi, mən 9 yaşımdan hicabdayam. Bir hicablı xanım kimi sadəcə fikrimi demək istədim. Psixoloji tərəfdən baxsaq bu mövzuya ilk öncə. Çünki insan beyni hər zaman vərdişdən, o dəyişiklikdən qorxur ki, dəyişə bilmərəm, qorxusu olur insanda. Çünki açıq geyinirəm, nə bilim köhnə fikirlər, vərdişlər insanı qoymur ki, çıxsın da o psixoloji tərəfdən desək. Beynin sənə deyir ki, bunu etmə, birdən bacarmazsan, rüsvay olarsan. Amma bilirsənmi, bu əslində sənin nəfsin və şeytanın sənə qurduğu ən böyük tələdir. Onlar sənə sabahın qorxusunu sataraq bu günün savabından uğurluyurlar. Bu gün sənə ən xeyirli olan işi sənə şeytan, o nəfsin qoymur səni ki, sən irəliyə gedək. İrəliyə getməyə qoymur insanı. Sənə bu cür cümlələrdən istifadə edir ki, sən hazır deyilsən, sən açarsan. Yaxşı, sual verirəm. İnsan nə vaxt hazır olur? Tam hazır olur. Bu ölən vaxt. Axı Allahın əmri üçün o həmin qatar qaçır. Sən haçan hazır olacaqsan yaxşı bu hicaba, Allahın əmrinə. Mənəvi tərəfdən baxsaq bu mövzuya. Uca Allah Nur surəsində, Əhzab surəsində hicabı bizə bir yük kimi yox, bir izzət kimi təqdim edir. Hicab səni gizlətmək üçün deyil, səni seçilmək və qorunmağın üçün var. Əhl-i-Beyt xanımlarının, xüsusən xanım Zeynəbin o çətin anlarında belə hicabı necə qoruduğunu düşünün. Onlar bizə göstərdilər ki, hicab sadəcə bir parça deyil, o bir duruşdur, bir xarakterdir. Xanımın, necə deyərlər, qorunması deməkdir o. Ki, sən mənə bu qədərini baxa bilərsən. Xanımın çəkdiyi bir sərhəddir o. Bir hədisdə də buyurulur ki, kimdən olduğunu hal-hazırda unutmuşam. Deyir, Allah bir bəndəsini sevərsə, onu öz itayəti ilə məşğul edər. Əgər sənin qəlbinə bu istək düşübsə, deməli Allah səni sevir və səni özünə yaxınlaşdırmaq istəyir. Sən kimin qapısından qaçırsan? Səni yaradanı. Açıq geyinirəm deyənlər bir sözüm var. Bəli, bəlkə bugün şort geyinirsən, bəlkə saçların hər gün fərqli düzümdədir. Amma unutma ki, hicab günahsızlar üçün deyil, günahdan qaçmaq istəyənlər üçündür. Heç kim hicaba keçəndə mələk olmur. Biz hamımız insanıq, hamımızın səhvi var. Amma hicab səninlə günahın arasında bir sərhəd çəkir. O sənə deyir ki, dayan, sən artıq Allahın əmanətini daşıyırsan. Sonra sual verir ki, birdən deyir, açsan, sonra nə olar? Ən acı həqiqət də budur. Sən gələcəkdə açmaq ehtimalına görə bugün Allahın əmrini yerinə yetirmirsən. Bu bilirsən, bu nəyə bənzəyir?
birdən yıxılaram. Sən indi yıxılarsan deyənə yeriməkdən vaz keçirsən? Yox. Yıxılsan, yenə qalxacaqsan. Allah tövbə qapısını bəs niyə qoyub? Çünki bəndəsinin zəif olduğunu bilir. Amma sən başlamadan uduzursan, məğlub olursan. Elm nə deyir bizə bu barədə? Deyir ki, insan inandığı kimi yaşamadıqda daxili parçalanma yaşayır. Sən qəlbində hicaba inanırsan, amma zahirin başqa şey deyir. Bu səni daxilən çürüdür. Bu huzuru tapmağın tək yolu təvəkkül edib o addımı atmaqdır. Sən Allaha bir addım gəl, Allah sənə 10 addım gələcək. Əziz bacım, yəni sabahı gözləmə. Sabaha gözləmə, yəni biraz da keçsin, tam hazır olum, yəni demə. Çünki ölüm bizə hazır olmamız üçün vaxt verməyəcək. O örtüyü başına qoyanda görəcəksən ki, saçlarını gizlətmir, əksinə sənin ruhunun nurunu necə üzə çıxardığını görəcəksən. Ətrafın nə deyəcək, qoy desinlər. Onlar sənin qəlbindəki suallara cavab verməyəcəklər. Bu şey, gəl bugün cəsarət et, özünü Allaha tapşır. De ki, ilahi, mən sənin üçün örtünürəm. Sən də mənə bu yolda kömək ol. İnan ki, Allah səni yarı yolda qoymayacaq. Deməli, xanımlar, bugün biraz dərindən danışdıq. Ümid edirəm ki, bu sözlər kiminsə qəlbindəki o son tərəddüdü yox edər. Siz də bu barədə hekayələriniz varsa, şərhlərdə gözləyirəm. Bir-birimizə dayaq olaq. Mən məsələn 9 yaşımdan hicabdayam. 9 yaşımdan Allahın əmrini yerinə yetirirəm. Heç zaman peşman olmamışam. Təbii ki, mənim yaşadığım mühit də buna əl verib. Bəlkə mən də yaşadığım mühitdə olmasaydım, bəlkə mən də bugün hicabda olmazdım. Amma Allaha həmd olsun ki, mən bugün hicabdayam. Fəxr edirəm hicabımdan. Yaxşı ki, Allah mənə ona nəsib eləyib. Biz də sadəcə Nardaranda, yəni gözümüzü açıb hicab görmüşük. Anamı elə görmüşəm. Yəni heç bir məcburiyyət olmayıb. Və anam gildəyəm artıq. Bayramımız mübarək. Peyğəmbər sallallahu əleyhi və səlləm. Bismillahirrahmanirrahim. Bugün Məhərrəz bayramıdır. Peyğəmbər adına aslan açdı. Südlü pilavdır. Allah qismət eləsin hər il. Neçə? Bunu hazırlaması haqqında məlumat verdim. 1 kilo. Mən suyu həmişə az götürürəm. Çox adam suyu çox götürür. Mən suyu həmişə az götürürəm. 1 kilo sütə mən yarım kilo su götürürəm. Yarım litr su götürürəm. 1 litrli suda. İndi burada 3 litr sudur. Burada hardasa 1 litrdəki sudur. Düyüdə 2 kilo düyüdür. Pesok qatıram buna, duz qatıram. Hardasa 300 qramdakı şit yağ qatmışam ona. Zəfərandır. Sarı kökdür. İndi bunu altını söndürürəm ki, tam düyü öz suyunu canına çəkəndən sonra mən o dəmə qoyuram. 15 dəqiqə bunu gözlətmədə qoyuram mən. Bu dəqiqə altını söndürmüşəm. Hamısı çəkəcək canına. O bir dənə göstərərsən ki, o necə canına çəkir. Bu indi hal-hazırda mən bunu altını 5 dəqiqədə söndürmüşəm. Salam burada yer bu Həmzə dağıyandı. Deməli, sonra belə balıqdır. Balığı belə parda sonra bu pişəcək, parda. Sonra kişmişlə bir də ki, xurma. Yağda qovrulur, onu da belə nimçədə servis kimi verirlər. İstəyən yəni tökür, istəyən tökmür. Eləsi var, kişmiş xoşlamır. Mən şəxsən məsələn kişmiş yəni xoşlamıram. Yəni tək mən xurma ilə yeyirəm. Bu da balıqdır. Bu balıq görüm hansı balıqdır. Həmişə əslində mama şey alır, xəşəm. Yox, bu biraz başqa balıqdır. Amma əslində həmişə şey alır. Bunu yəni parda bişirirlər. İnşallah hazır olanda tam süfrə, onu da çəkib sizə göstərəcəm.
Tam suyunu çəkdi özünə. Düyü quru bir vəziyyətdə qaldı. Onu da taxta qaşıqla, oxlovla düyü əzilməsin deyə. Tərkibində bunun nə suyu qaldı, sütü qaldı. Heç bir şey. Bu gedir dəmə. Oxlov belə yer açarıq oraya ki, havasını bıraksın. Qızlar, sizdə necə, ümumiyyətlə hansı bölgələrdə bişir bu südlü plov? Mən yəni görməmişəm başqa yerlərdə bişdiyini. Bakı zonasında, Bakı kəndlərində daha çox bu yəni bişir. Sizlər də ümumiyyətlə hansı bölgədənsiniz? Sizdə necə bişir bu məsələn südlü plov necə hazırlanır sizdə? Ümumiyyətlə yəni heç yemisinizmi bu vaxta kimi? Bir də qızlar, buna qaysı qurusu da əlavə edilir. Bunlar elə bir ki yağda qovrulur, sonra servis, yəni Qızıl balıq. Ha, bu şey idi, qızıl balıq idi. Qızıl balıq. Həmişə şey işlədirsən, xəşəm. Yox, qızıl balıq. Altına nimçə qoymuşam ki, o yağa getməsin. Fikir açdım. Altına 2 dənə vilka qoyuram ki, su altında qalsın. Tökməliyəm şeyə. Tası. Gördün? Şeydir. Və gəlinimiz də sağ olsun artıq süfrəni hazırlayır. Bayaq dediyim kimi bax bu cür kişmiş, qaysı, bir də ki xurma bu cür servis edilir. Kim nə qədər istəyir götürür, özünə bu cür də yeyir. Mənə çox xoş oldu bugünkü gün. İnşallah sizə də xoş olar. Sizinlə həm söhbət olmaq həqiqətən gözəl idi. Rəylərdə bu barədə fikirlərinizi yazmağı unutmayın. Hələlik gələn vloglarda görüşmək ümidi ilə. Sağ olun, Allah əmanət olun.